Bismillah. Bu qış yüksək vəzifə alacaq bürclər bunlardır. Bu qış yüksək vəzifə, rəhbərlik və karyera sırayışı əldə etmək ehtimalı ən güclü olan bürclər bunlardır. Oğlaq, bu qışın əsas ulduzu səbirli zəhmətinin qarşılığını alır. Rəhbərlik, vəzifə artımı və məsuliyyətli postlar gündəmdədir. Şir, nüfuzun artır, sözün keçərli olur, işdə diqqət mərkəzinə düşəcək və rəhbərlik tərəfindən irəli çəkiləcəksən. Buğa, səssiz amma stabil yüksəliş, yeni vəzifə və ya maaş artımı ehtimalı çox yüksəkdir. Əqrəb, gizli dəstək alırsan, qışın ortasında gözlənilməz vəzifə təklifi gələ bilər. Oxatan, yeni layihə, yeni məsuliyyət, xaric və ya böyük şirkətlə bağlı yüksəliş mümkündür. Qız, zəhmətinin bəhrəsini görürsən, rəsmi status dəyişimi və ya idarəçi mövqeyi gözlənilir. Xüsusilə yanvar-fevral aylarında şanslı olanlar Oğlaq, Şir və Əqrəb bürcüdür.